Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 7-ci sinif şagirdləri üçün böyük summativ qiymətləndirmə 1-in izahlarını paylaşacağım. Bu izahlar A variantı sualların izahlarıdır. Bu videonun davamınca B variantına da aid olan BSG sualların izahları paylaşılacaq. Kanala abunə olaraq paylaşılan bu videolardan ödənişsiz olaraq faydalana bilərsiniz. Eyni zamanda hazırlıqlarımıza qoşulmaq istəyən 7-ci sinif şagirdləri 055 418 82 02 nömrəsi ilə bizə müraciət edə bilər. Gəlin keçək böyük summativ qiymətləndirmə 1-in izahına. Ağıllı dəmirçi. Bir vaxtlar adı mükəmməl silah ustası kimi dildən dilə düşmüş bir dəmirçi yaşayırdı. Onun yanına hər tərəfdən cəngavərlər gəlir, silah sifariş edirdilər. Bir gün dəmirçinin yanına gənc bir oğlan gəlib müraciət etdi. Usta, bu yaxınlarda düşmən üzərinə yürüşə gedəcəyik. Mənə elə bir qılınc düzəlt ki, dünyada misli olmasın. Bacararsan? Əlbəttə bacararam, amma yaxşı qılınc düzəltmək üçün uzun zaman lazım gələcək. Bir ildən sonra gəlib qılıncını götürərsən. Bu səfəri təxirə sal. Gələn dəfə gedərsən. Axı küt qılınc düzəltsən məndən narazı qalacaqsan. Gənc könülsüz razılaşdı. Yaxşı, sən deyən olsun. Dəmirçi davam etdi. Amma sən də boş bekar dayanma. Sənə çox mükəmməl bir qılınc düzəldəcəyəm. Onu işlədə bilmək üçün müəllim yanına get, təlim al. Aradan bir il keçdi. Gənc qılıncını götürməyə gələndə dəmirçi ondan təlim alıb-almadığını soruşdu. Gənc təlim aldığını və çox şey öyrəndiyini dedi. Növbəti yürüyüş zamanı gənclə döyüşə getdi. Orada böyük igidliklər göstərdi. Qaydandan sonra hədiyyə ilə dəmirçinin yanına gəlib təşəkkür etdi. Sən dünyanın ən yaxşı qılıncını düzəltmisən. Onun sayəsində igidliklər göstərdim. Dəmirçi gülümsədi. Mən ən adi qılınc düzəltmişdim. Həm də bu ikicə günümü almışdı. Sadəcə olaraq sənə verilən təlimlər sayəsində onu düzgün idarə etməyi öyrənmişdin. Birinci sual. Mətnə görə biri həqiqət deyil. Dəmirçi hər tərəfdə məşhur silah ustası kimi tanınırdı. Bu doğrudur. Dəmirçinin məsləhəti ilə gənc təlim aldı. Bu da doğru fikirdir. C variantına baxırıq. Dəmirçi qılıncı düzəltməyə bir il vaxt sərf etdi. Bu yanlışdır. Cəmi ikicə günə düzəltmişdi. Gənc yürüyüş vaxtı qəhrəman kimi tanındı. Doğrudur. Yürüyüşə gedənlər yaxşı silah götürmək istəyirdilər, doğrudur. Deməli, səhv fikrimiz oldu, dəmirçi silahı 1 ilə yox, 2 günə düzəltmişdi. 2. Altından xətt çəkilmiş ifadənin izahına uyğun gəlmir. Deməli, altından xətt çəkilən ifadə burada dildən dilə düşmək ifadəsidir. Adı dildən dilə düşmək. Haqqında danışılmaq deməkdir, doğrudur bu. Söz söhbətə yayılmaq uyğun gəlir. Məşhurlaşmaq uyğundur, şöhrətlənmək uyğundur. Söhbət açmaq bu izaha uyğun gəlmir. 3. Mətndə bu suala cavab yoxdur. Dəmirçiyə kimlər müraciət edir? Qılınc hazırlatmaq istəyənlər. Gənc bir il müddətinə nə ilə məşğul olur? Təlim alır. Gəncin qılınc düzəltdirməkdən məqsədi nə idi? Yürüyüşə gedirdi, düşmən üzərinə gedirdi. Daha güclü qılınc istəyirdi ki, o zəfərlə qayıtsın. Gənc dəmirçiyə nə hədiyyə etdi? Baxın, hədiyyənin nə olduğu mətndə yazılmayıb. Çünki bu hissədə deyir ki, baxın bura. Qaydandan sonra hədiyyə ilə dəmirçinin yanına gəlib təşəkkür etdi. Amma nə hədiyyəsi aldığı mətndə qeyd olunmayıb. Ona görə bu sualın cavabı yoxdur. Gənc dəmirçinin hansı tövsiyəsini əməl etdi? Təlim almaq, qılınc təlim almaq tövsiyəsini əməl eləyir. Bu var. Deməli, D variantı bizim sualımızın cavabı yoxdur. 4-cü sual. Tünd rənglə verilmiş sözün qarşılığı kimi işlənə biləcək sözləri müəyyən edin. Deməli, tünd rənglə verilmiş sözümüz burada misli sözüdür. Baxın. Misli olmasın. Misli olmaq tayı bərabəri olmaq mənasına gəlir. Dəfə uyğun deyil, cəm uyğun deyil. Bənzəri olmasın, oxşarı olmasın demək olar. 3, 4, düzgün cavab B variantı. Dəmirçinin yalan danışmasını niyə mənfi hal kimi qiymətləndirmək olmaz? Çünki o gəncin xeyrini düşünürdü. Gəncin yaxşı, yazırıq ki bura çünki gəncin bir il təlim alaraq qılıncdan yaxşı istifadə etməyi öyrənməsini istəyirdi. Yəni onun yaxşılığını istəyirdi. 6-cı sual. Çərçivə içərisinə verilmiş söz həqiqi yoxsa məcazi mənada işlənmişdir? Digər mənada cümlədə işlədim.
Deməli, çərçivə içərisində verilən söz, baxın bu hissədə uzun sözüdür. Uzun zaman lazım gələcək. Zamanın uzunluğu təbii ki, məcazi mənadadır. Deməli, bu söz həqiqi yoxsa məcazadır? Biz buraya yazırıq ki, məcazi mənadadır. Bu birinci sualımızın cavabıdır. Sonra deyir ki, digər mənada cümlədə işlədin. Onun uzun saçı var idi. Onun uzun saçı var. Uzun saç burada həqiqi mənada işlənmişdir. Deməli, bu cümləni nümunə götürmək olar. 7-ci sual. Mətnin tünd rənglə verilmiş hissəsinin 3 bənddən ibarət planını qurun. Deməli, tünd rənglə verilmiş hissə budur. Bir daha baxaq bu hissəyə. Gənc qılıncını götürməyə gələn dəmirçi ondan təlim alıb almadığını soruşdu. Gəncin təlim aldığını və çox şey öyrəndiyini dedi. Buraya yazırıq, birinci hissəyə yazırıq ki, gəncin təlim alması. Daha sonra növbəti yürüyüş zamanı gənclə döyüşə getdi. Orada böyük igidliklər göstərdi. Yazırıq ki, gəncin igidliyi. Üçüncü hissəyə qayıdandan sonra hədiyyə ilə dəmirçinin yanına gəlib təşəkkür etdi. Yazırıq bura gəncin təşəkkürü. Bu formada 3 hissəli bir plan bəndi qura bilərik. 8. İdi hissəciyi işlənmiş cümləni müəyyən edin. Babək qəzəblə Elnura baxırdı. Baxmaqdan baxır, burada zamandır. Qrammatik şəkilsindən sonra gələn d idi hissəci idi. Elə A bəndi uyğundur. Biz keçən həftə meşəyə getdik. Getmək kökə artırılan d zamandır. Əskərlər döyüşdə rəşadət göstərdilər. Göstərmək kökünə artırılan d zamandır. Bağda alma və armud ağacları əkildi. Əkməkdən əkilmək, əkildi. Kökə və ya başlanğıc formasına artırılan d zamandır. D nə vaxt idi hissəci olar? Özündən əvvəl qrammatik şəkilçi gəlsə, burada yenə leksik gəlib, deməli zamandır. Alpinistlər dağın ən yüksək zirvəsinə qalxdılar. Qalxmaq kökə artırılan d zamandır. Yəni, kökə artırılan d və ya leksik şəkilçiyə artırılan d şəkilçisi, ikisi zaman şəkilçisi deməkdir. D nə vaxt idi hissəci olar? Qrammatik şəkilçidən sonra gəldiyi zaman. Cavab A variantı. 9-cu sual. Cümlələrin birində gələcək zaman anlayışı bildirən fe'li sifət işlənmişdir. Deməli, fe'li sifətdə an şəkilçisi indiki zaman məzmunludur. Mış və d qısagəl mənsubiyyət keçmiş zaman məzmunludur. Acaq, ası, malı. 3 dənə şəkilçi var fe'li sifətdə. Acaq, ası və malı. Bu 3 şəkilçi gələcək zaman məzmunludur. Bizdə ağır şəraitdə işləyənlər var. İşləyən bu indiki zaman məzmunlu fe'li sifətdir. Gördüyüm yuxu çox qəribə idi. Gördüyüm bu keçmiş zaman məzmunludur. Sənə deyilməli sözlərim. Hansı sözlərim deyilməli? Məli var burada? Bəli. Deməli, bu gələcək zaman məzmunlu fe'li sifətdir. Çirklənmiş qablar stolun üstündə, stolun bir küncündə yığılmışdı. Baxın, çirklənmiş. Bu keçmiş zaman məzmunludur. Zəhmət çəkən bəhrəsini görər. Çəkən, anən, bu indiki zaman məzmunludur. Cavab C variantı. Fe'lin 2 qrammatik məna növünə aid nümunə işlənmiş cümlə. Aydın otların üstünə uzanıb, uzanmaqdan uzanıb. Bu məlum növdədir. Səmaya tamaşa edir. Tamaşa etmək yenə məlum növdədir. 2 dənə fe'li var, ikisi də məlumdur. Müəllim pəncərəni açdırıb, açmaqdan açdırmaq. Müəllim özü açmır, kiməsə açdırır. Bu icbar növdür. Otağın havasını dəyişdi. Dəyişmək sadə sözdür. Bu məlum növdür. Deməli, 2 dənə növ varmı? Bəli, icbar var, məlum var. Cavab B variantı olacaq. O evin arxasında hündür divar hördürdü. Hördürmək icbar növdür. Burada bir dənə fe'li var cəmi, o da icbardır. Stolun üstünə düzülmüş qablar, düzməkdən düzülmüş, bu məchul növdür. Çünki qablar kimsə tərəfindən düzülür. Çox gözəl idi. Burada cəmi bir dənə fe'l var, ikinci fe'l heç yoxdur, yalnız məchul növ var. Tədbir iştirakçıları bir-birləri ilə salamlaşdılar. Burada yenə salamdan salamlamaq, salamlaşmaq, qarşılıq növünün şəkilçisi var bir dənə. Yəni bir növ var, o da qarşılıq növdür, ikincisi yoxdur. Cavab B variantı. Ancaq əsas nitq hissələrindən ibarət olan cərgə. Ötürü qoşmadır. Üçün vəsiqə, üçün qoşmadır. Bağban dair, dair qoşmadır. Yarğan nə isimdir, dostluq nə isimdir? Cavab D olacaq. İlə melodiya, ilə qoşmadır. Deməli, D bəndi bizim düzgün cavabımızdır. Məstər işlənmiş cümlə. Aygünün barmağı qapının arasında qaldı. Barmaq sözü isimdir. Yəni, burada maq-mək məstər yoxdur. Uşağın əynində yamaq vurulmuş. Yamaq nə? Bu da isimdir. Məstər yoxdur.
Stolun üstündəki yeməklər gözəl görünürdü. Yemək isimdir. Bizim bu işləri görməyimiz, baxın görmək feili var burada. Magmək bu məstərdir artıq. Balıqçı qarmağı gölə atıb gözlədi. Qarmaq da isimdir. Burada məstər yoxdur. Cavab D variantı. Feili bağlama şəkilçiləri verilmiş cərgə. Acaq feili sifətdir, mış feili sifətdir, ası feili sifətdir, dıqda arkan feili bağlamadır, maq məstərdir. Cavab B variantı. Tanınmaq feili hansı qrammatik məna növündə işlənmişdir? Tanımaqdan tanınmaq, tanınmaq kimsə tərəfindən tanınır insan, məchul növdədir. Cavab A variantı. Feilin təsriflənməyən formalarına aid olan xüsusiyyət. Burada təsriflənməyən deyirsə, həm məstəri nəzərdə tutur, həm feili sifəti nəzərdə tutur, həm də feili bağlamanı nəzərdə tutur. Yəni, hər üçünü nəzərdə tutur. Bunlar üçün ortaq olan xüsusiyyət nədir? Həm feilin, həm də ismin xüsusiyyətlərinə malik olmaq. Bu, sırf məstərə aiddir. Feili sifət və ya feili bağlamaya aid deyil. Sifətin xüsusiyyətlərinə malik olmaq, ümumiyyətlə, feili bağlama yalnız feilin və zərfin xüsusiyyətlərini daşıyır. Sifətin xüsusiyyətlərini daşıya bilməz. Həm hərəkət, həm də əlamət bildirmə. Yəni, əlamət bildirmə sırf feili sifətə xasdır. Məstərə və feili bağlamaya aid deyil. Hərəkətin tərzini və zamanını bildirmək, bu da sırf olaraq feili bağlamaya aiddir. Digərlərinə aid deyil. Təsdiqdə və inkarda olmaq, bu hər üçünə aiddir. Məsələn, oxumaq, oxumamaq məstərə aiddir. Oxuyan, oxumayan feili sifətə aiddir. Oxuduqda, oxumadıqda feili bağlamaya aiddir. Deməli, üçünə də aiddir. Cavab Y variantı. Davam edirik 16-dan. Uyğunluğu müəyyən edin. Məstər işlənmiş cümlə, feili sifət işlənmiş cümlə, feili bağlama işlənmiş cümlə. 1, 2, 3 özümüz burada yazaq. Bizə tərəf gələn adam. Gələn bu feili sifətdir. Deməli 2-yə yazıram A-nı. Anam dedi ki, İmran qonaqları qarşılanmağa getdi. Maq məstərdir. 1-ə yazıram B-ni. Uşaq qaça-qaça, qaçmaq feilinə A feili bağlama artırılıb. 3-ə yazıram C-ni. Nəriman mənim otağımda qalmağı, qalmaq məstərdir. Deməli, 1-ə yazıram D-ni. Qızlar sakitcə onların yanından ötüb keçəndə, anda, əndə, bu da feili bağlamadır. 3-ə yazıram Y-ni. Deməli, cavab 1B-D, 2A, 3C, Y olacaq. 17. Feilləri aşağıdakı kimi qruplaşdırın. Gələr, gəlməz, armaz, gəlmək feilinə artırılıb. Bu feili bağlamadır. Yəni, təsriflənməyən feildir. Ona görə gələr, gəlməzi yazırıq bu hissəyə. Qazılmaq, maqmək bu məstərdir. Deməli, təsriflənməyən feildir. Qazılmağı da bura əlavə edirik. Bacaracaq nə edəcək? Bu, zaman şəkilçisidir, təsriflənən feildir. Bacaracaq yazılır təsriflənənin altına. Pozmalıdır. Dırla işlənib, deməli, bu təsriflənən feildir. Yazırıq birinci xanaya. Pozmalıdır. İşlədilən də, andan da bu feili bağlamadır, təsriflənməyən feildir. Deməli, yazılacaq ikinci xanaya. İnanasan, arzu şəklidir. Deməli, bu təsriflənən feildir. İnanasan. Bu formada qruplaşdırmış olaraq. 18. İdi hissəciyi nə zaman sözlərdən ayrı yazılmalıdır? Nümunə yazın. İdi hissəciyi saitlə bitən sözlərə qoşulanda, saitlə bitən sözlərə artırılanda ayrı yazılır, yazılmalıdır. Nümunələr yazaq. Məsələn, oxumalı idi. Baxın, saitlə bitən nə? İdi ayrı yazılır. Və ya ana idi, ata idi və s. Bu nümunələr kifayət eləyər. 19. Hər birinə aid 2 nümunə yazın. Qoşulduğu sözə bitişik yazılan qoşmalar. Məsələn, birinə deyə bilərik dək, o birinə deyə bilərik can qoşması. Nümunə yazaq. Evə dək və ya cana aid qapıya can. Qoşulduğu sözdən ayrı yazılan qoşmalar. Məsələn, bəri. Məsələn, ötürü. Nümunə yazaq. O gündən bəri. Ötürüyə səndən ötürü nümunələrini əlavə eləyə bilərik. 20-ci sual. Cümlədəki qoşmaları seçib yazın. Hər birinin hansı məna çaları yaratdığını qarşısında qeyd edin.
Elə bil 3 gündən bəri, burada bəri qoşmadır. Qarşısına yazırıq zaman məzmunu bildirir. Ürəyinin başında qurğuşun kimi qoşması var. Qurğuşun kimi, qurğuşuna bənzədir. Deməli bu bənzətmə ifadə edir. Çöküb dayanan ağrılar yox olmuş, bütün hirsi elə o şillə ilə çıxıb getmişdi. İlə birgəlik bildirir. Birgəlik. Şillə ilə çıxıb getmişdir. Deməli burada 3 dənə qoşma var. 3-ün də məna açarlarını qeyd elədik. 7-ci siniflər üçün BSG 1-in sonuncu sualının da izahını paylaşdıq. Dəyərli izləyicilər, kanala abunə olaraq paylaşılan videolardan faydalana bilərsiniz. Bizə dəstək olmaq istəyirsinizsə videolarımızın hər birini bəyənin, paylaşın. Növbəti videolarımızda görüşərik. Sağ olun.